Bismillahirrahmanirrahim. Həyatda elə anlar olur ki, insan dörd tərəfdən mühasirəyə alındığını, daxilindəki bütün işıqların söndüyünü hiss edir. Etdiyiniz heç bir cəhd nəticə vermədikdə, xəstəliklər, maddi itkilər və ya mənəvi zərbələr ard-arda gəldikdə, qəlbin ən dərin küncündə səssiz, lakin qorxunc bir səs pıçıldayır. Artıq bitdi. Çıxış yolu yoxdur. Biz çox vaxt bu hissi sadəcə müvəqqəti bir kədər, bir depressiya adlandırırıq. Lakin mənəviyyat və fəlsəfə pəncərəsindən baxdıqda, ümidsizlik sadəcə bir duyğu deyil. O, insan xarakterinin, daxili dünyasının mütləq çökməsidir. Ümidsizlik, qanın damarda donması kimi, insan iradəsinin iflicidir. İnsan ümidini itirdikdə yaşamaq eşqini, xarakterinin canlılığını və ən əsası, onu yaradanla bağlayan o müqəddəs teli qoparır. Ümidsizliyə qapılan insan fərqində olmadan özünü həyatın qarşısında aciz bir qurban elan eləyir və xarakterini zəiflik zindanını həbs eləyir. Məhz buna görə də İslamın mənəvi rəhbərləri ümidsizliyə sıradan bir hal kimi deyil, xarakteri yiyib bitirən ən təhlükəli xəstəlik kimi baxmışlar. Bugün bu dərin fəlsəfi və mənəvi səyahətimizdə kainatın ən kamil xarakterlərinin Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm və İmam Əlinin əleyhissalamın idrak sarsıdan kəlamlarına müraciət eləyəcəyik. Əgər bugün həyatınızda bir çarəsizlik yaşayırsınızsa, bütün səs-küyü susturun. Çünki bugün o mübarək kəlamların vasitəsilə içinizdəki o sınmış xarakteri yenidən necə inşa edəcəyinizi, hansı xüsusi əməllər və müəyyən saylı zikirlərlə qaranlıqdan nura çıxacağınızı kəşf edəcəksiniz. İnsanın daxilindəki məyusluğu dərk etmək üçün bəşəriyyətin ən böyük mütəfəkkirlərindən biri olan İmam Əlinin əleyhissalamın bu xəstəliyə qoyduğu diaqnoza baxmalıyıq. O, ümidsizliyi təhlil edərkən onun sadəcə psixoloji bir vəziyyət olmadığını, birbaşa insanın imanına və iradəsinə vurulan bir zərbə olduğunu göstərir. İmam Əli əleyhissalam buyurur ki, ən böyük bəla ümidsizlikdir. Ümidsizlik insanı öldürən bir zəhər, qəlblərin ən böyük qorxaqlığıdır. Və başqa bir möhtəşəm kəlamında əlavə edir ki, hər bir çətinliyin bir sonu, hər darlığın bir genişliyi var. Allahın rəhmətindən ümid kəsmək insanın özünə edə biləcəyi ən böyük zülümdür. Bu sözlərin dərinliyindəki xarakter təhlilini dərk edin. Siz bütün qapılar bağlandı dediyiniz an şuuraltı olaraq çox qorxunc bir iddianı səsləndirirsiniz. Siz mənim dərdim Rəbbimin qüdrətindən daha böyükdür deyirsiniz. İmam Əli əleyhissalam bizə öyrədir ki, qorxaqlıq döyüşdən qaçmaq deyil, rəhmana olan inamdan qaçmaqdır. Sizin dərdinizin nə qədər böyük olması önəmli deyil. Önəmli olan sizin o dərdi həll edəcək gücü olan inancınızdır. İmam Əli əleyhissalamın bu kəlamları egonu sındırır və insanı xatırladır ki, ümid bir seçim deyil, güclü bir xarakterin məcburi bir sütunudur. Bəs hər şeyin tamamilə bitdiyini, düşmənlərin və dərdlərin dörd tərəfdən bizi əhatə etdiyini gördüyümüz o ən kritik anda ruhumuz necə reaksiya verməlidir? Bunun cavabını mənəviyyat tariximizin ən qaranlıq, ən çıxılmaz anlarından birində Ühüd döyüşündən dərhal sonra baş verən o tək və sarsıdıcı hekayədə tapırıq. Müsəlmanlar çox ağır bir zərbə almışdılar. Bədənləri yaralı, sevdikləri şəhid olmuş, yorğunluq isə ən son həddə çatmışdı. Bu vaxt onlara dəhşətli bir xəbər gəldi. Düşmən ordusu yenidən, daha böyük bir güclə onları tamamilə yer üzündən silmək üçün toplanıb gəlir. Məntiqin, reallığın və insan psixologiyasının burada hər şey bitdi, məhv olduq dediyi an idi. Bütün oxlar ümidsizliyi göstərirdi. Lakin Peyğəmbərimizin və onun ətrafındakı o qüdrətli xarakterlərin reaksiyası necə oldu? Qurani Kərim
Ali İmran surəsinin 173-cü ayəsində bu anı belə təsvir edir. İnsanlar onlara, düşmən sizə qarşı ordu toplayıb, onlardan qorxun dedikdə, bu onların yalnız imanını artırdı və onlar, həsbunallahu və ni'məl vəkil, yəni Allah bizə yetər, o nə gözəl vəkildir dedilər. Onlar ağlamadılar, təslim olmadılar. Çünki güclü xarakterlər məntiqin bitdiyi yerdə Allaha təvəkkülü başladırlar. O qorxunc xəbər onların qəlbini sarsıtmadı. Əksinə daxillərindəki cəngavəri oyatdı. Sizin də həyatınızda hər tərəfdən zərbə aldığınız günlər olacaq. Bax o gün bu səhabələr kimi ayağa qalxıb Rəbbinizə güvəndiyinizi bəyan etməlisiniz. Çünki mömin xarakteri təzyiq altında sarsılan deyil, təzyiq altında almaz kimi parlayan xarakterdir. Ümidsizlik çox vaxt daxili səsimizin, zehnimizdə öz-özümüzə etdiyimiz mənfi təlqinlərin nəticəsidir. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin xarakterində bədbinliyə qətiyyən yer yox idi. O hər bir hadisədə, ən çətin vəziyyətdə belə gözəl bir əlamət, xeyirli bir nəticə axtarardı. İslamda bu psixoloji mövqe hər şeyi xeyrə yozmaq, yəni təfaül adlanır. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur ki, bədbinliyə qapılmayın, mən hər şeyi xeyrə yozmağı, gözəl sözü sevirəm. İmam Əli aleyhissələm isə bu qanunu daha da dərinləşdirərək belə deyir. Danışdığınız sözlərə diqqət edin, çünki onlar sizin qədərinizə çevrilər. Siz, mənim işim onsuz da alınmayacaq, mən bəhtsizəm dediyiniz an, fərqində olmadan öz beyninizi uğursuzluğa proqramlaşdırır və özünüz üçün qaranlıq bir qədər inşa edirsiniz. Ümidsizlikdən çıxmaq üçün əvvəlcə dilinizi və düşüncənizi təmizləməlisiniz. Ən ağır xəstəlikdə, ən böyük itkidə belə, inşallah bunda da bir şəfa, bir xeyir var deməyi öyrənməlisiniz. Sizin müsbət cümlələriniz, gözəl düşüncəniz beyninizin daxili quruluşunu dəyişdirir və Rəbbinizin rəhmətini sizin həyatınıza cəlb edir. Ümidsizlik təkcə zehni deyil, həm də fiziki olaraq insanı dondurur, sizi yatağa bağlayır. Bu qaranlıqdan çıxmaq üçün sözlər yetərli deyil. Sarsılmış xarakteri yenidən ayağa qaldırmaq üçün Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmdən süzülüb gələn 3 xüsusi əməli, yəni fiziki hərəkəti etməlisiniz. Birinci əməl, ehtiyacın olduğu halda sədəqə vermək. Siz pulsuzluqdan və borcdan boğulursunuz, ümidiniz kəsilib, elə o an cibinizdəki sonuncu, ən kiçik məbləği belə sizdən daha pis vəziyyətdə olan birinə verin. Şeytan sizə özün açsan deyəcək. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, qul qardaşına kömək etdikcə Allah da ona kömək olar. Siz bu fədakarlığı edəndə egonuz qurban rolunu sındırır və Rəbbinizin ruzu qapılarını zorla döymüş olursunuz. İkinci əməl, dərdi buraxıb, dərdi dinləmək. Kədərdən boğulduğunuz an öz otağınıza qapanıb ağlamağı dayandırın. Qalxın, bir xəstənin yanına gedin, bir yetimin başını sığallayın və ya kədərli bir dostunuzun dərdini dinləyin. Başqasının yarasına məlhəm olduğunuz an Allahın mələkləri sizin yaranıza məlhəm çəkməyə başlayır. Üçüncü əməl, dəstəmaz və məkanın dəyişdirilməsi. İmam Əli əleyhissalam buyurur ki, qəzəb və kədər oddandır, odu isə su söndürür. Ümidsizlik hücum etdikdə yerinizdə durmayın. Dərhal qalxın, buz kimi soyuq su ilə dəstəmaz alın. O suyu bədəninizə vurduqca mənfi enerjinin yuyulduğunu hiss edin və oturduğunuz otağı dərhal tərk edin, açıq havaya, təbiətə çıxın. Bədənin hərəkəti ruhun hərəkətini başladır. Bədənimizi hərəkətə gətirdikdən sonra indi ruhumuzun şuuraltını yenidən kodlaşdırmaq üçün xüsusi mənəvi dalğalara ehtiyacımız var. Hər şeyin bitdiyini düşündüyünüz gecənin sükutunda sakit bir yerə çəkilin və sizə öyrədəcəyimiz bu 3 zikri dəqiq sayılarla hər sözün mənasını qəlbinizdə hiss edərək oxuyun. Birinci zikir, təvəkkülün şifrəsi, 100 dəfə. Həsbunallahu və ni'məl vəkil, yəni Allah mənə yetər, o nə gözəl vəkildir.
Bu zikri düz 100 dəfə təkrar edin. 100 dəfə oxumaqla siz daxilinizdəki o qorxaq egonu susturursunuz. Hər dəfə oxuduqda zehninizə deyin: İnsanlar məni tərk edə bilər, qapılar bağlana bilər, amma kainatın sahibi mənə yetər. Bu zikir qəlbinizə poladdan bir dözüm verəcək. İkinci zikir, gücün təhvili, 100 dəfə. La havlə və la quvvətə illə billəh. Yəni, güc və qüdrət yalnız Allaha məxsusdur. Bunu da 100 dəfə təkrar edin. Ümidsizlik çox vaxt hər şeyi idarə edə bilmədiyimiz üçün yaranır. Siz bu zikirlə Rəbbinizə belə deyirsiniz: Allahım, mən acizəm, mənim həyatımı düzəldməyə gücüm çatmır, bütün ipləri sənə təslim edirəm. Qüdrəti Allaha verdiyiniz an, üzərinizdəki o dəhşətli məsuliyyət yükü uçub gedir. Üçüncü zikir, qaranlıqdan çıxış, Yunusun duası, 40 dəfə. La ilahə illə ənt, subhanəkə inni kuntu minəz-zalimin. Yəni, səndən başqa ilah yoxdur, sən paksan, mən özümə zülm edənlərdən oldum. Bu zikri gündə ən az 40 dəfə oxuyun. Mənəviyyatda 40 rəqəmi təmizlənmənin, keçidin açarıdır. Yunus Peyğəmbərin balığın qarnında, ən dərin qaranlıqda oxuduğu bu zikir sizin də borcların, xəstəliklərin qaranlığından çıxmağınız üçün mütləq bir yoldur. Bu zikir egonu yandırır və Allahın rəhman sifətini sizin üçün üzə çıxarır. İndi harada əyləşmisinizsə, zəhmət olmasa fiziki bədəninizi sərbəst buraxın. Gözlərinizi yavaşca qapayın. Mənim çıxış yolum yoxdur, hər şey bitdi kimi o, sizi içəridən çürüdən şeytanın qaranlıq pıçıltılarını, o saxta xülyanı çiyinlərinizdən kənara atın. Yavaş-yavaş və dərindən nəfəs alın. İmam Əlinin əleyhissalamın ümidsizlik haqqında o sərt və oyandırıcı kəlamını, Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin o gözəl ümidverici baxışını xatırlayın. Nəfəsinizi yavaşca verərkən, içində olduğunuz o zülmət quyunu, o məyusluğu nəfəsinizlə birlikdə sərbəst buraxın. Siz qurban deyilsiniz, siz Rəbbinizin xüsusi təlimindən keçən, xarakteri nura boyanan bir insansınız. Ruhunuzun dərinliyində o əzəmətli zikirlərin sədalarını canlandırın. Bugün öyrəndiyiniz o əməlləri səhər oyanan kimi edəcəyinizə özünüzə söz verin. Dünyanın bütün qaranlıqları və bəlaları Rəbbinizin mütləq qüdrəti qarşısında heçdir. Ruhunuzun ən təmiz yerindən Rəbbinizə bu səssiz duanı pıçıldayın. Həsbunallah və ni'məl vəkil. Allahım, qəlbimi sıxan bu ümidsizlik qaranlığından sənin mərhəmətinin mütləq nuruna sığınıram. Məni qorxu və çarəsizlik zəhərindən qurtar. Mənə İmam Əli kimi qüdrətli bir iradə, Peyğəmbərimiz kimi bitməyən bir ümid və təvəkkül nəsib et. Bilirəm ki, dərdimdən böyük sən varsan. Bütün qüvvə və güc yalnız sənindir. Mən sənə sığındım. Tapılarımı Ya Fəttah isminlə sən aç. Hiss edirsinizmi? İçinizdəki o boğucu məyusluq, o ağır düyün necə yavaş-yavaş əriyib yox oldu? Çünki siz sınmış xarakterinizi qəlblərin mütləq memarına təhvil verdiniz. Sinəniz indi təmiz, iradəniz möhkəm və hüzurludur. Ruhunuz ilahi bir təvəkkülün ləzzəti ilə rahat bir nəfəs alır. Qaranlıq bitdi və hər şey yenidən başlayır. Bu mənəvi oyanışınızı və yenidən dirilən ümidinizi təsdiqləmək üçün rəy bölməsinə keçib bu sadə cümləni yaza bilərsiniz. Həsbunallah və ni'məl vəkil. Rəbbimin mərhəmətindən əsla ümid kəsmirəm. Əgər bu mənəvi səyahətimiz qəlbinizdəki o zülmət quyusuna bir nur sala bildisə, sizə ayağa qalxmaq və o əməlləri etmək üçün yeni bir güc gətirdisə, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bizə dəstək olun. Gözəl hikmətlərin və mənəvi dincliyin paylaşıldığı bu kanalda sizinlə birlikdə addımlamaqdan məmnunam. Qəlbləriniz hər zaman inamla çartması, xarakteriniz heç bir fırtınada sarsılmaması diləyi ilə. Sizləri dərdlərdən də, dərmanlardan da ən böyük olan Allaha əmanət edirəm.